Hörmətli xanım baş nazir, hörmətli qonaqlar, xanımlar və cənablar, ilk növbədə xanım baş nazir bir də Azərbaycanı da sizi səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmişsiniz. Əminəm ki, sizin səfəriniz İtaliya-Azərbaycan dostluq əlaqələrinin inkişafına növbəti töhfə olacaqdır. Bizim ölkələrimiz strateji tərəfdaşdılar. 2014 və 2020-ci illərdə strateji tərəfdaşlığa dair 2 bəyannamə imzalanmışdır və bizim münasibətlərimizin əsasını təşkil edən bu 2 sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bugün həyatda da öz əksini tapır və sizin bugün Azərbaycanda olmağınız bir daha İtaliya-Azərbaycan əlaqələrinin nə qədər dərin məzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, siz bugün Ermənistandaydınız və Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək xüsusi bizim üçün məna daşıyır. Çox böyük rəmzi məna daşıyır. Eyni zamanda Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür. Bizim siyasi əlaqələrimiz bildiyiniz kimi ən yüksək səviyyədədir. Eyni zamanda ticarət əlaqələrimiz də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında 2-ci yerdədir, qaz təchizatında da 2-ci yerdədir və bizim üçün İtaliya bazarı həm neft, həm qaz üçün 1-ci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac edilmişdir. Və bugün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub qaz dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir. Bizim yeni əməkdaşlıq sahəmiz olan hərbi texniki əməkdaşlıq ümidvericidir. Bu barədə də bugün danışıldı. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var. Bu barədə də geniş danışılıb. İtaliya bazarı bizim üçün çox maraqlıdır. İtaliya iqtisadiyyatı xanım baş nazir rəhbərliyi ilə uğurla inkişaf edir və Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub və bu barədə bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə edilmişdir. Və əlbəttə ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti, bunun da çox böyük tarixi var. Hazırda 130-a yaxın İtaliya şirkəti Azərbaycanda fəaliyyət göstərir. İstəyirəm ki, onların sayı daha da çox olsun. O cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Və xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir. Və təbii ki, bütün bu biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı biz bəlkə də ən vacib sahəni də unutmamışıq, o da təhsil sahəsidir. Keçən il böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti Bakıda açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük
təsiri olacaq, töhfəsi olacaq. Bizə verilən məlumata görə artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər olacaq, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir. Bir daha, hörmətli xanım baş nazir və nümayəndə heyət üzvləri, sizi Azərbaycanda səmiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmişsiniz. Çox sağ olun, cənab prezident. Hamınız axşamınız xeyir olsun deyirəm. Bugün burada, Bakıda olmaqdan çox məmnunam. Təbii ki, bir daha cənab prezident Əliyevə və bütün hökumətə bizə göstərilmiş çox səmimi qəbula, həmçinin bugün ərzində apardığımız çox məhsuldar diyaloqa görə təşəkkürümü bildirmək istəyirəm. Bugün ölkələrimiz arasında münasibətlərə gəldikdə bu siyasi baxımdan mənim üçün əhəmiyyətlidir. Çünki İtaliyanın baş nazirinin Azərbaycana rəsmi səfərindən 13 il ötür. Düşünürəm ki, yaranmış bu qədər uzun müddətli boşluğu doldurmalıydik. Bu, özünü nəinki ölkələrimizi bir-birinə bağlayan dostluq münasibətlərində, həmçinin İtaliya və Azərbaycan arasında çox mühüm əməkdaşlıqda göstərir. Bununla belə, əlaqələrdə keyfiyyətcə böyük sıçrayış olub. Beləliklə, təbii ki, apardığımız çox geniş söhbətə görə təşəkkür edirəm. Söhbətimiz əsnasında daimi siyasi əlaqələndirmə yolu ilə əməkdaşlığımızı transformasiya etmək üzərində razılığa gəldik. Buradan gələcəyə aid prioritetləri birgə təyin edəcəyik. Düşünürəm ki, indi yaşadığımız mürəkkəb beynəlxalq müstəvidə bu çox əhəmiyyətli seçimdir. Bununla belə ətrafımızda olan qeyri-sabitlik artır və aramızdakı aydın məsələlərin həlli daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Həmin aydın olan məsələlərdən biri təbii ki, İtaliya-Azərbaycan arasındakı münasibətlərdir. Bir mənalı olaraq əməkdaşlığımızı hər zaman səciyyələndirən sahələrdən biri enerji sahəsidir. İtaliyaya qaz və neftin ixracı, Ukraynaya qarşı Rusiyanın təcavüzkar müharibəsi başladıqdan sonra şərəflə təmsil etdiyim ölkənin enerji təhlükəsində müəyyən edici amil rolunu oynayır. Bu əlaqələrin möhkəmləndirilməsi barədə aydın şəkildə söhbət apardıq. Biz nəinki təchizat həcmləri, xüsusilə bütün sahələr üzrə sənaye tərəfdaşlığının keyfiyyəti üzərində çalışmalıyıq. Bilirik ki, enerji və bağlantılar eyni medalın iki üzüdür. İstərdik ki, Azərbaycan Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu möhkəmləndirsin. İtaliya bu baxımdan Avropa bazarına imtiyazlı giriş qapısı rolunu hər zaman oynamağa hazırdır. Aydındır ki, bu cür plan sərmayələri, uzun müddətli proqramları ölkələrimizdə istehsal və sənaye sistemlərimizin ən münasib imkanlarının bir araya gətirilməsini tələb edir. Bu səbəbdən biz 2026-cı ilin ikinci yarısında burada Bakıda biznes forum təşkil etməyə planlaşdırmışıq ki, siyasi əməkdaşlığımızı müəssisələrimiz, işçilərimiz üçün konkret fürsətlərə çevirək. Mən prezidentlə razıyam ki, bütün bunlar, istər son illərdə gözə çarpan Azərbaycan sərmayələrinin İtaliyaya yatırılmasında, istərsə də Azərbaycan tərəfi üçün İtaliyanın geniş miqyaslı sərmayələrinin ayrılmasında görünür. Cənab prezident, söhbətlərimizdə qeyd etdiyimiz kimi, təsdiqləyə bilərəm ki, strateji planların, İnkişaf planlarının 360 dərəcəlik müasirləşmədə nəinki iki tərəfli qaydada, o cümlədən üçüncü ölkələrdə birgə işin icrasında çox böyük marağı olan çox saylı İtaliya müəssisələri var. Çünki energetika əməkdaşlığımızın yeganə sahəsi deyil, bir çox digər sahələr də var. Həll edici digər sahə müdafiə və təhlükəsizlik sahəsidir. Bu sahədə aerokosmik sənaye, dəniz təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, üstün texnologiyalar kimi sahələrdə İtaliyanın ən
kamil nəticələrini dəyərləndirərək əməkdaşlığı dərinləşdirmək istəyirik. Biz elə bir model təklif edirik ki, sənaye sistemləri arasında əməkdaşlıq nəticəsində biliklərlə mübadilə, birgə inkişaf, regional sabitliyə töhfə verə biləcək gələcək perspektivli sahələr və nəhayət sənaye sistemlərimizi birləşdirən amillər olsun. Bununla belə dostluğumuz münasibətlərimizdə, cəmiyyətlərimiz arasında əlaqələrdə, mədəni bağlantılarda dərin köklər salıb. Burada, Bakıda Respublika Prezidenti Mattarellanın iştirakı ilə Azərbaycan Diplomatik Akademiyanın nəzdində açılmış universitet İtaliyanın 5 nüfuzlu universiteti ilə əməkdaşlıqdan formalaşmışdır. Yekun nəticədə bütün bunlar mədəniyyət, gələcək nəsillər, xalqlarımız arasında əlaqələr, bugün həm mədəniyyət, həm ərzaq təhlükəsizliyi sahələrində əldə etdiyimiz razılaşmalar ümumi məramımızın rəmzi anlarıdır. Bütün bunlar eyni istiqamətdə inkişaf edir. Təbii ki, Prezident Əliyevlə İranla bağlı böhrandan tutmuş, bölgəmizdə baş verən və hamımıza aid olan hadisələrə qədər əsas beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardıq. Aydın şəkildə mənim üçün İranla ümumi sərhədi olan, İranla uzun ümumi tarixə malik ölkənin prezidentinin fikrini dinləmək çox maraqlı oldu. Bir daha arzu edirik ki, bu böhran mümkün qədər ən qısa müddətdə aradan qalxsın. Bu məqsədə xidmət edən hər hansı təşəbbüsə dəstək verməyə, bölgədə sabitliyin qurulmasına öz sadiqliyimizi bir daha vurğuladım. Mən həmçinin Azərbaycana, prezidentə və Azərbaycanın bütün hakimiyyət orqanlarına İranda təhlükə ilə üzləşən, ölkəni tərk etmək məcburiyyəti qarşısında qalan çoxsaylı İtalyan vətəndaşların təxliyə olunmasında İtaliya üçün lazımi əməliyyatları həyata keçirdiyinə görə təşəkkürümü bildirmək istəyirəm. Sizin tərəf bu işdə tam tədbirləri gördü və daha dəqiq desək sizə təşəkkür edirəm ki, Tehrandakı səfirliyimizin müvəqqəti olaraq Bakıya köçürülməsinə, təhlükəsiz şəraitində səmərəli şəkildə işləməsinə dəstək verdiniz. Bu dostluğumuzu nümayiş etdirən digər elementdir. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun gücləndirilməsinin vacibliyini qeyd etdik. Enerji və daşımalar bir mənalı olaraq iki sahədir ki, Avropa daha vacib rol oynaya bilər və oynamalıdır. Beləliklə sərmayələrə dəstək, enerji şəbəkələrinə, beynəlxalq daşımalar marşrutlarına Azərbaycanın daha böyük inteqrasiyası təmin edilə bilər. Ermənistanla münasibətlər mövzusunu müzakirə etdik. Mən Birləşmiş Ştatların verdiyi təkən sayəsində tarixi mərhələni əks etdirən normallaşma yolunda İtaliyanın tam dəstəyini bir daha vurğuladım. Düşünürəm ki, 2026-cı il bu baxımdan mühüm ilə çevrilə bilər. Çünki çox vacibdir ki, bu dinamik regionun bütün potensialı istifadə edilsin. Həmçinin Ukraynada ədalətli və dayanıqlı sülhə yönəlmiş diplomatik səylər də öz nəticəsini verməlidir. Çünki ölkələrimiz çox dəstək göstərib, Ukrayna xalqının yanında olub. Bir sözlə, iş əsnasında bizi birləşdirən çox sayılı mövzular var. Söylədiyim kimi bu işləri birgə icra edə bilərik. Yekun olaraq bir daha bildirirəm ki, biz aydın məsələlərin az sayda olduğu dövrdə yaşayırıq və tam təbiidir ki, bu kimi hallar az olanda biz bir-birimizə daha çox bağlanmalıyıq. Məhz bu səbəbdən İtaliya Azərbaycanla həyata keçirdiyi mühüm tərəfdaşlığı uzun müddətli tərəfdaşlıq kimi görür və bundan sonra da uzun müddətli olmasını istəyir. Cənab Prezident, səmimi qəbula və bizimlə apardığınız çox maraqlı söhbətə görə bir daha təşəkkür edirəm.